Əziz tələbələr, hər vaxtınız xeyir olsun. 26-cı proqram çərçivəsində növbəti video dərsimizlə, iqtisadiyyat dərsimizlə mən sizin qarşınızdayım. Bu vaxta kimi biz bir çox mövzular haqqında ətrafında söhbət eləmişik və mikroiqtisadiyyata dərin bir giriş eləmişik. Əgər xatırlayırsınızsa, geridə qalan 4 və 5-ci mövzularda, video dərslərdə biz tələb haqqında danışdıq və tələbin bütün nüanslarını, nə var idisə tələbə aid, hamısını masanın üzərinə sərdik, gözümüzün qarşısına sərdik. Mən ümid edirəm ki, siz tələb mövzusunu yaxşı mənimsəmisiniz. Çünki siz bilirsiniz, bazarın əsas elementləri var, ünsürləri var. Tələb, təklif, qiymət və rəqabət. Həmən o tələbi biz yaxşı mənimsəməliyik ki, təklifi yaxşı mənimsəyə bilək. Ondan sonra görəcəksiniz, biz bazar tarazlığı mövzusunda bazar qiymətinin formalaşması, tarazlıq qiyməti filan bu məsələlərə toxunacaq. Bir də qalır rəqabət. Rəqabətə isə Allah qoysa gələcəkdə bazarlar mövzusunda toxunacaq. Bax, bugün siz madəm ki, tələb mövzusunu yaxşı mənimsəmisiniz, əziz tələbələr, bugün biz təklif haqqında danışa bilərik, mən belə başa düşürəm. Təklif mövzusu ən az tələb mövzusu qədər önəmlidir. Əgər siz tələbi yaxşı mənimsəmisinizsə, təklif mövzusunu çox rahat götürəcəksiniz. Yox, əgər tələbi yaxşı mənimsəməmisinizsə, tutalım ki, video dərsi izləməmisinizsə, onda bunu saxlayın, təklifi saxlayın. Tələbi yaxşı öyrənin, ondan sonra təkliflə məşğul olun. Beləliklə, icazənizlə biz başlayaq mövzumuza. Əvvəlcə bir plana göz atırıq. Bax, gördüyünüz kimi tələbdə nə var idisə, təklifdə də onlar hamısı var. Və biz tələbi, dediyim kimi, yaxşı mənimsəmişiksə, onda təklif bizim üçün son dərəcə rahat olacaq. Sadəcə bir çox nüanslar var ki, tələbdə, təklifdə tələbin tərsi nədir? Bax, görəcəksiniz, istər təklif qanunu olsun, istər təklif cədvəlindəki və təklif əyrisində, funksiyasındakı proseslər olsun, bunların bir çoxları eyni tələbdəki kimidir. Tələb forma etibarilə tələbdəki kimi. Sadəcə mexanizm tərsinə işləyir. Bax, plan gözünüzün qarşısındadır. Laf, mən görüntümü götürürəm, əziz tələbələr ki, siz rahat bir şəkildə planı görəsiniz. Beləliklə davam edək. Və biz eyni ilə tələb mövzusunda olduğu kimi, əziz tələbələr, təklifdə də satıcı və istehsalçını eyniləşdirəcəyik, alıcı və istehlakçını eyniləşdirəcəyik. Mən bir daha təkrar edirəm, satıcı və istehlakçı başqa fərqli anlayışlardır. Alıcı və istehlakçı da fərqli anlayışlardır. Sadəcə olaraq bu nöqtədə bizə alıcı və istehlakçını fərqləndirmək, satıcı və istehsalçını fərqləndirmək lazım deyil, önəmli deyil. Biz satıcı deyəndə elə istehsalçı, istehsalçı deyəndə satıcı olaraq qəbul edəcəyik, əziz tələbələr. Təklif hər zaman, bax, ingilis dilində olan supply sözünün birinci hərfi ilə işarə olunacaq. Hər zaman S hərfi ilə, S hərfi ilə işarə olunacaq təklif. Yadınızda isə tələbdə bu D hərfi idi, D sözünün baş hərfi idi. İndi bax, eyni ilə tələbdə olduğu kimi, təklifə də biz belə bir tərif versək, olacaq ki, təklif dedikdə satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəni müəyyən qiymətə, müəyyən kəmiyyətdə satmaq arzusu və imkanı başa düşürük. Görürsünüz, burada da əgər hər hansı bir qavramın təklif olması üçün orada həm satış arzusu olmalıdır, istəyi olmalıdır, həm də adamın onu satmaq üçün müəyyən imkanları olmalıdır, maddi və qeyri-maddi imkanları olmalıdır. Biz tələb mövzusunda fərdi tələb və bazar tələbi haqda danışmışdıq. Burada da mahiyyət etibarilə eynidir. Fərdi təklif və bazar təklifi deyəndə biz nə başa düşürük? Fərdi təklif konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində, məsələn, qiymət 3 manat olanda, hansısa bir fərdi satıcının təklif etdiyi həcm, təklif etdiyi miqdar ya da təklif həcmi başa düşürük. Bazar təklifi isə konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində bütün satıcıların əzizlərin fərdi təkliflərinin məcmusu başa düşülür. Biz bunları artıq tələbdən bilirik. Və beləliklə məcmu təklif nə olacaq? Qiymətin bütün səviyyələrində, bütün satıcıların, bütün əmtələrdən müəyyən miqdarda, müəyyən kəmiyyətdə və ya da müəyyən həcmdə satmaq arzusu və imkanı başa düşüləcək. Bax, qrafikə diqqət eləsəniz görərsiniz. Tutalım ki, birinci fərd, birinci satıcı qiymətin 3 manat olduğu vəziyyətdə əmtədən 4 vahid satmağa razıdır. İkinci fərd yenə də qiymətin 3 manat olduğu vəziyyətdə həmən əmtədən 2 vahid satmağa razıdır.
Bunların ikisinin bazar təklifi qiymətin 3 manat olduğu səviyyədə onların satışlarının, əziz tələbələr, satışlarının cəmi olacaq. Yəni, bax, satış miqdarlarının cəmi olacaq. Və beləliklə biz təklifin nə olduğuna bir giriş verdik, təklifə bir anlayış verdik. Və indi isə biz davam edə bilərik təklifə təsir edən amillərdən. Yadınızdadırmı? Tələbə təsirli müəyyən amillər var idi. Qiymət idi, gəlir idi, digər əmtələrin qiymətləri idi və s. Eləcə də təklifin həcminə təsir edən müxtəlif amillər var, təklifin dəyişməsinə. Tutalım ki, mən bu əmtəldən dünən satırdım, ancaq bugün satmıram, istəmədim, satası olmadım. Buna nələr təsir edə bilər? Və yaxud bundan dünən 4 ədəd istehsal edirdim, bugün artıq 8 ədəd istehsal etmək istəyirəm. Bax, buna nələr təsir edə bilər? Bu məsələ bizə verir təklifin determinantlarını, əziz tələbələr. Dediyim kimi, təklifin determinantları dedikdə təklifin dəyişməsinə səbəb olan amillər başa düşülür. Yenə də, tələbdə olduğu kimi, eyni ilə təklifdə də əsas önəmli determinant qiymətdir, əziz tələbələr. Və qiymət təklifin həcminə nə formada, daha doğrusu təklif edilən əmtəl miqdarına nə formada təsir edir? Bunu bilmək üçün biz birinci təklifin qiyməti haqqında söhbət aparaq. Bunu əvvəlcə bir öz sözlərimizlə deyək. Fərz edək ki, bu əmtənin bazar qiyməti 5 manatdır və siz getmişsiniz bunu satmağa, üzr istəyirəm almağa. Mən də satıcıyam. Siz mənə deyirsiniz ki, qiymət neçədir satıcıyam, mən də deyirəm ki, 5 manatdır. Bunun aşağı yeri varmı? Biz bunu bilirik. Bəli, buna biz nə deyirik? Qiyməti öldürmək deyirik, də düzdürmü? Bəli, siz bunun qiymətini öldürdünüz. 5 manatdan 3 manat 70 qəpiyə öldürdünüz. Mən müəyyən qədər, mən maksimum çalışıram məişət üslubunda danışım ki, biz məsələnin mahiyyətini tutaq, mexanizm necə işləyir onu tutaq. Bunun qiymətini 5 manatdan 3 manat 70 qəpiyə öldürdünüzsə, deməli bunun qiymətində mən müəyyən qədər güzəşt elədim sizə. Güzəşt elədim və minimum bunu sizə hansı qiymətə satdım? 3 manat 70 qəpiyə. Baxın, 3 manat 70 qəpiyə olacaq təklifin qiyməti. Oldu mu, əziz tələbələr? İqtisadçılar bunu iqtisadi olaraq, indi biraz da elmi danışaq, həmişə məişət üslubunda olmaz, biraz da elmi danışaq. Təklifin qiyməti dedikdə, satıcı tərəfindən təklif edilən əmtənin alıcıya güzəşt edilən, yaxud alıcıya satılan minimum qiyməti başa düşülür. Yəni, bax, bunu tələbələrim həmişə hər il qarışdırırlar. 5 manatdan 3 manata düşübsə əgər əmtənin qiyməti, orada təklifin qiyməti o düşürdüyünüz 2 manat deyil. Hansı qiymətə almışsınız? Mən onu sizə hansı qiymətə satmışamsa, bax, bu olacaq, əziz tələbələr, təklifin qiyməti. İndi biraz təklif qanunu haqqında danışaq. Yadınıza gəlirmi, biz tələbdə demişdik ki, mahiyyət etibarilə iqtisadçılar belə açıqlayırlar ki, tələb sizin bu əmtənin müəyyən miqdarına verməyə hazır olduğunuz ya da verməyə razı olduğunuz pulun məbləğidir. Yəni, mahiyyətcə budur. Biz tələb deyəndə bunu qəbul edirik. Şuur altında bunu qəbul edirik. Təklifdə isə bunun tərsidir. Satıcının əmtə və xidmətin müqabilində qazanmağa razı olduğu pul və ya pulun miqdarıdır. Mən bunu satıram. Neçəyə satmağa razıyam? Məsələn, 3 manata satmağa razıyam. Deməli, bax, o 3 manat olacaq həmən o məbləğ, olacaq mənim mahiyyət etibarilə təklifim. Oldu, əziz tələbələr. Və əgər tələbdə bir tələb qanunu işləyirdisə, şübhəsiz təklifdə də bir təklif qanunu işləyir. Sadəcə olaraq burada vəziyyət necədir? Fərqləri deyirəm. Tələbdə qiymət artdıqca tələb olunan miqdar azalırdı və qiymət azaldıqca tələb olunan miqdar artırdı. Təklifdə bu tendensiya tərsinə işləyir. Qiymət artdıqca təklif olunan miqdar da artır, yoxsa düz mütənasiblik var. Qiymət azaldıqca təklif olunan miqdar da azalır. Beləliklə, təklif qanunu məhsulun qiyməti ilə onun təklifi arasındakı, əziz tələbələr, düz mütənasibliyi göstərir. Bax, burada da görürsünüz. Qiymət artdıqca P qiyməti göstərir, bilirik. QS-də təklifin miqdarıdır. Qiymət artdıqca təklif miqdarı artar, qiymət azaldıqca təklif miqdarı neyniyər? Azalar. Bu niyə belə olur? Biz bir daha yadınıza salaram, ceteris paribus vəziyyətini bir daha yadınıza salaram, əziz tələbələr. Yəni, ay müəllim, qiymət artdı, bəs bazarda axırsa alıcıların tələb qanunu işləyirlər, düzdürmü? Axı, qiymət artanda bazarda alıcılar ona tələblərini azaltdılar, biz niyə təklifi artıraq ki? Kimi suallar özünüzə və mənə verib özünüzü çaşdırmayın. Yəni, bizi, özünüzü, bilirsiniz, düşdüyünüz tempdən yayındırmayın. Biz qiymət haqqında danışırıqsa, qalan bütün amillər sabitdir. Ağlınıza gələn bütün amillər sabitdir. Yəni, onları biz məsələyə qarışdırmırıq. Bəli, yenə də deyirəm, iqtisadiyyatda yoxdur ceteris paribus vəziyyəti.
iqtisadi analizdə, proqnozlaşdırmada, makroiqtisadi analizdə filan yoxdur belə bir şey. Bu bir metodikadır, əziz tələbələr. Bunu biz sizə deyirik ki, siz məsələni qavraya biləsiniz, götürə biləsiniz. Çünki bilirsiniz, bizim 26-cı proqram ümumiyyətlə iqtisadiyyat anlayışının haradasa son dərəcə sadələşdirilmiş formasıdır. Yəni biz öyrənmə mərhələsindəyik. Ona görə başqa amilləri ora qatmırıq. İndi ehtiyatların qiyməti. Əgər bu əmtənin ehtiyatlarının qiyməti artırsa, əlbəttə ki, buna təklif azalacaq. Üzr istəyirəm. Əgər bu əmtənin ehtiyatlarının qiyməti azalırsa, bax görüntümü götürürəm ki, rahat görə biləsiniz. Azalırsa, şübhəsiz ki, ona təklif etdiyimiz, onun təklifi artacaq. Yəni, burada bir tərs mütənasiblik mövcuddur, əziz tələbələr. Texnologiya ilə bağlı. Bəli, texnologiya, istehsal texnologiyanız nə qədər qabaqcıl olsa, nə qədər yeni texnologiyadan istifadə eləsəniz, o qədər çox əmtəyi istehsal edə bilərsiniz, başqa sözlə və yaxud sata bilərsiniz və yaxud da sizin təklifiniz o qədər artıq olar. Əgər texnologiyanız geri qalıbsa, qabaqcıl deyilsə, köhnə texnologiyadırsa, əlbəttə ki, onun məhsuldarlığı da az olacaq, ən sadəsi. Ən sadə səbəb budur. Bu baxımdan siz təklif miqdarını və üzr istəyirəm, təklifin həcmini, ümumi komple təklifin həcmini, əziz tələbələr, azaltmış olacaqsınız. Dolayısıyla texnologiyanın yeniliyi ilə təklif həcmi arasında bir düz mütənasiblik var. Vergilər. Vergilər hər zaman görəcəksiniz, T hərfi ilə işarələnəcək, təksiz sözündən. Vergilər nə qədər yüksək olsa, təklif edilən həcm o qədər aşağı olar. Vergilər nə qədər az olsa, təbii ki, təklif edilən həcm də o qədər necə olar? Yuxarı olar, artıq olar. Və subsidiyalar. Subsidiya nəymiş? Əvvəlcə buna qısaca deyək. Yəni, subsidiya əslində makroiqtisadi məsələdir, amma vergi də o formadadır. Ona görə də biz bunların dərinliyinə orada, Allah qoysa makroiqtisadiyyatda keçəcəyik. Amma belə qısaca deyim ki, subsidiya nə olan şeydir? Dövlətin heç bir əvəz güdmədən istehsalı stimullaşdırmaq üçün, istehsalı motivə etmək üçün heç bir əvəz güdmədən istehsala verdiyi nominal kömək ya da real formada köməkdir. Tutalım ki, ola bilər ki, dövlət fermerlərə, taxıl təsərrüfatı ilə məşğul olan fermerlərə müəyyən bir subsidiya, pul ayırsın ki, onlar öz təsərrüfatlarını genişləndirsinlər. Burada dövlət heç birbaşa əvəz güdmür ki, mən bu pulu verdim, siz də bunu mənə hissə qaytarın. Dövlətin güddüyü məqsəd uzun müddətli dövrdə olduğu planlaşdırmadır. Məsələn, dövlət bunu edə bilər, niyə? Daxili bazardakı pambıq ehtiyatı əgər çatışmırsa, daxili bazarda pambıq bazarında defisitlik varsa, onu aradan qaldırsın deyə. Yəni, adamları subsidiya verməyə həvəsləndirir ki, onlar çox pambıq əksinlər. Yaxud dövlət istəyir ki, o məhsuldan dünya bazarına çıxsın. Bax, belə bir məqsəd ola bilər. Müxtəlif məqsədlər ola bilər burada. Və yaxud dövlət fikirləşir ki, pambıq istehsalı nə qədər çox olsa, təbii ki, pambıq təsərrüfatından dövlətə gələn vergi də o qədər artıq olacaq. Bunlar artıq uzun müddətli, ən belə deyim, qısa vəziyyətdə desək, orta müddətli dövr üçün dövlətin planlarıdır. Birbaşa dövlət heç bir əvəz güdmür. Ola da bilər bunu real formada həyata keçirsin, real əmtəə formasında. Məsəl üçün, xam malla təmin eləsin. Pambıqçıları ya da taxılçıları toxumla təmin eləsin. Bax, buna deyirlər, əziz tələbələr, subsidiya. Əlbəttə ki, subsidiyalar nə qədər çox olsa, şübhəsiz ki, təklif bir o qədər artıq olacaq. Gələcək gözləntilərlə bağlı, bax, görürsünüz, biz yazmamışıq ki, necə artar, necə azalar. Çünki gələcəyə dair istehsalçının milyonlarla gözləntisi ola bilər və istehsal etdiyi əmtənin xarakterindən, istehsal texnologiyasından, istehsal üsullarından və s. və ilaxır səbəblərdən asılı olaraq adam o gözləntilərə görə öz istehsalını artıra bilər və yaxud azalda bilər. Tutalım ki, əgər istehsalçı görürsə ki, fikirləşirsə ki, gələcəkdə fındığın qiyməti qalxacaq, tutalım ki, Novruz bayramına yaxın fındıq qiyməti qalxacaq, ona görə adam nə edəcək? Aprel ayının ortalarından o tərəfə artıq yavaş-yavaş fındığı bazardan çəkəcək. Niyə bu belə eləyir? Ona görə ki, görürsünüz, bax, o gözlənti bunun təklifini geri çəkməyinə, azaltmağına səbəb oldu. Çünki adam fikirləşir ki, hələ ki fındıq ucuzdur da, bunu gözlüyüm və bayram qabağı baha olanda çıxardıb baha qiymətə sataram və ümumi gəlirlərimi artıraram, gəlirlərimi maksimallaşdıraram. Bax, bu və digər səbəblərdən dolayı, əziz tələbələr, gələcək gözləntilər təklif həcminə bu və ya digər formada təsir edir. İndi madəm ki, biz determinantları yaxşı başa düşdük, mən güman edirəm ki, heç bir probleminiz olmadı. Yəni, orada milyonlarla determinant var. Biz baxacaq görək, determinant, amil, hansı filan amil dəyişəndə o təklifə necə təsir edir? Artırır, yoxsa azaldır? Əsas mahiyyət bundan ibarətdir. Və mən sizə verdiyim burada konkret determinantlar
təklifə təsir edən əziz tələbələr determinantlar, bunlar yaxşı yadda saxlayın. İndi keçək növbəti başlığa. Bizdə necə bir tələb cədvəli var idisə, eləcə də bir təklif cədvəli var. Sadəcə fərq nədən ibarətdir? Tələb cədvəlində qiymət artdıqca tələb azalırdı. Çünki orada tələb qanunu mexanizmi var. Təklif cədvəlində isə qiymət artdıqca təklif artacaq. Burada çünki təklif qanunu mexanizmi var əziz tələbələr. İndi mən bax görüntümü götürürəm ki, siz yaxşıca görəsiniz onu. Qiymətin 0 manat olduğu bir şəraitdə əlbəttə ki, dondurma təklifi 0 ədəd olacaq. Və sabah o qiymət 50 qəpiyə qalxsa, məsələn 0,5 manata qalxsa, təklif müəyyən qədər stimullaşır və o qiymətdə satıcı dondurmadan 2 ədəd təklif eləməyə razı olur. Ondan sonra qiymət 1 manata qalxsa, satıcı motivə olur və istehsalını 2-dən 4-ə qədər və yaxud satışını 2-dən 4-ə qədər artırır. Görürsünüz, bax, qiymət artdıqca əziz tələbələr, 1 manat 50 qəpikdən 2 manat olduqca, 2 manatdan 2 manat 50 qəpik olduqca bizim satış həcmimiz də artır. Və yaxud təklifimiz, təklif həcmimiz deyək, təklif həcmimiz də artır. Yəni, bu ona görədir ki, burada bir təklif qanunu var əziz tələbələr. Təklif qanununa görə biz artıq bilirik. Əmtənin qiyməti artdıqca ona olan təklif nə edəcək? Artacaq. İndi, baxın, sadə bir sual. Bu təklif cədvəlində biz qiymətdən başqa hansısa determinantı dəyişdik, əziz tələbələr? Xeyr, dəyişmədik. Görürsünüz, biz təkcə qiyməti dəyişdik. Qiymət artanda filan cür olur, qiymət azalanda filan cür olur. Biz ancaq bununla məşğul olduq. Başqa heç bir determinantı, subsidiyanı, vergini, filan peşməkən bunların heç birinə ehtiyatların qiymətini filan qatmadıq. Əgər qatmadıqsa, deməli, eyni ilə tələbdəki kimi təklifdə də eyni mexanizm gedir. Bax, bu cədvəlin əsasında formalaşan əyri bizə sadəcə olaraq verəcək təklif əyrisini. Və tələbdə olduğu kimi, həmən təklif əyrisində təkcə buradakı kimi qiymət dəyişir, başqa heç bir amil dəyişmirsə, əyri öz yerini sağa sola yuxarı aşağı dəyişməz, meyilliyi dəyişməz, sadəcə istehsalçı əyri üzərində bir nöqtədən başqa nöqtəyə keçər. Bu eyni mexanizm, eyni tələbdəki kimidir əziz tələbələr. Buna 1-2 slayddan sonra biz deyəcəyik. İndi bura baxaq görək. Görürsünüz, eyni ilə tələbdəki kimidir. Təklif əyrisi və təklif funksiyasının fərqləri. Təklif sadəcə qiymətdən asılı olarsa, həmən vəziyyəti göstərən əyriyə biz deyəcəyik təklif əyrisi. Görürsünüz, təkcə qiymətdən asılıdır. Vergi filan orada rol oynamır. Ancaq təklif qiymətdən başqa da hər hansı bir amil, heç olmasa bir amildən asılı olarsa, bu vəziyyətin göstərilməsi düşəcək təklif funksiyasının boynuna, əziz tələbələr. Bunun haqqında irəlidəki slaydlarda daha yaxşı informasiya verəcəyik. Deməli, təklif əyrisi təklif cədvəlinin informasiyaları əsasında tərtib olunur. Bax, görürsünüz, bu təklif əyrisidir. Bax, bu bir təklif əyrisidir. Burada, deməli, hər zaman kimi P yazılacaq qiymət, burada isə təklifin miqdarı yazılacaq. Bu ya Q formasında yazılar, ya QS formasında yazılar. Bu isə təklifin əyrisidir. Görürsünüz, tələbdən fərqli olaraq təklif əyrisi müsbət meyillidir, yuxarı doğru yönəlir, artan əyridir. Və təklif əyrisi, təklif cədvəlinin bir daha təkrar edirəm, informasiyalar əsasında tərtib olunduğuna görə əziz tələbələr, əyridə heç bir hərəkətlənmə və yaxud meyilliyin dəyişməsi prosesi baş vermir. Sadəcə olaraq istehsalçı ola bilsin ki, qiymətin müəyyən səviyyəsində bu nöqtədə olur, satışa razıdır. Məsələn, bu qiymət səviyyəsində bu qədər satmağa razıdır. Ancaq bu qiymət səviyyəsində bu qədər satmağa razıdır. Görürsünüz, əyrinin üstündə iki nöqtədə öz yerini dəyişdi, bir neçə nöqtədə ola bilər. Təklif əyrisi yuxarıya doğru yönəlir, ona görə yuxarıya doğru yönəlir ki, o qiymət və miqdar arasındakı düz mütənasib bir əlaqəni göstərir. Bunu biz artıq bilirik. Yəni, qiymət artanda təklif artacaq, qiymət azalanda təklif azalacaq. Ona görə də bu düz mütənasiblik olduğuna görə əyri yuxarı yönəlir. Təklif əyrisini də tərtib eləyəndə əziz tələbələr, qalan bütün amilləri sabit götürəcəyik. Bax, bu da bizim təklif əyrisinin formalaşması mexanizmi. İndi baxaq ixtiyari bir təklif əyrisini. Baxın, fərz edin ki, mən satıcıyam. Mən satıcı olaraq, əgər əmtənin qiyməti 5 manatdırsa, bu vəziyyətdə mənə bu əmtəni istehsal eləmək və ya satmaq sərf eləmir. Ona görə ki, məsələn, şərti olaraq deyirəm, mənə bu əmtə başa gəlir 5 manat 20 qəpiyə. Mən bunu niyə 5 manata satım ki? Sata bilmərəm, mənə sərf eləmir. Ona görə də biz A nöqtəsindəyik və A nöqtəsində görürsünüz, qiymətin 5 manat olduğu yerdə Q 0-a bərabərdir.
Yəni, bu o deməkdir ki, qiymət 5 manat olanda, əziz tələbələr, mən istehsal eləmirəm. İndi fərz edin ki, sabah o qiymət 5 manatdan qalxdı, oldu 25 manat. Artıq 25 manat olanda mən nə edəcəm? Baxın, Y nöqtəsinə doğru hərəkət elədim və qərarlaşdım Y nöqtəsində. Mənim qiymətin 25 manat olduğu vəziyyətdə istehsal etməyə ya da satmağa razı olduğum miqdar 0-dan 4-ə qədər artdı, əziz tələbələr? Bəli, artdı. Baxın, qiymət artdı 20-dən 5-dən 25-ə, o deməkdir ki, istehsal artacaq və yaxud satış artacaq. Beləliklə, mən əyri üzərində bir nöqtədən başqa bir nöqtəyə keçmiş oldum, əziz tələbələr. İndi, fərz edirəm ki, bu qiymət 25 manatdan təzədən düşdü 10 manata. Baxın, burada 25 manat idi. 25 manatdan düşdü 10 manata. 25 manatdan 10 manata düşəndə nə baş verir? Mən əyri boyunca aşağı gəlirəm Y nöqtəsində və B nöqtəsində qərarlaşıram. Görürsünüz? B nöqtəsində mənim istehsal həcmim ya da satış həcmim nədir? 1-ə bərabərdir. Bax, bu da, əziz tələbələr, gördüyünüz kimi qiymətin oynaması nəticəsində istehsalçı, baxın, biz burada bir Z nöqtəsi var idisə, bura keçmədik ki, keçmədik. Burada bir, tutalım ki, M nöqtəsi var idisə, bura keçmədik ki, keçmədik. Görürsünüz, biz ancaq əyri üzərində bu nöqtə olar, bu nöqtə olar, bu olar, bu olar və yaxud B nöqtəsi olar, A nöqtəsi olar. Bax, bu nöqtələrin, əyri üzərindəki nöqtələrin hər hansı birində qərarlaşdıq, əziz tələbələr. Yəni, biz əyridən kənara çıxmadıq. Bu niyə baş verdi? Niyə biz əyridən kənara çıxmadıq? Ona görə əyridən kənara çıxmadıq ki, bizdə tələb əyrisində sadəcə qiymət dəyişir. Başqa heç bir şey dəyişmir. Əgər qalan bütün amillər sabitdir, təkcə qiymət dəyişirsə, o qiymətin dəyişməsi təklif əyrisinin sağa, sola, yuxarı, aşağı sürüşməsinə səbəb ola bilməz. Bax, bunu da biz yadda saxlamalıyıq, əziz tələbələr. Təklif funksiyası nə formadadır? Eyni ilə tələbdəki kimi. Bax, görürsünüz, X əmtəsindən təklif edilən miqdar asılıdır digər, baxın, bax, digər amillərdən asılıdır. Tam ki, vergilər, subsidiyalar, ehtiyatların qiymətləri və s. Bax, bunlar asılıdır digər amillərdən. Və hər hansı bir təklif funksiyası da, əziz tələbələr, eyni ilə tələb funksiyası kimidir. Bircə fərq, bax, bu ortadakı işarənin mənfi yox, müsbət olmasındadır. O da ona görə ki, dediyimiz kimi, tələb funksiyası mənfi meyilli idi və orada bir tərs mütənasiblik var idi. Ona görə orada çıx işarəsidir. Ancaq təklif funksiyası müsbət meyillidir və orada bir düz mütənasiblik varsa, orada üstəgəl işarəsi olacaq. Bu funksiyada gördüyünüz kimi A sabit dəyərdir. B isə Px-in, yəni X əmtəsinin qiymətinin mislidir. Yəni, mahiyyətcə funksiya belə yazılacaq, əziz tələbələr. Bizimə bir rəng seçim, uyğun bir rəng. Mahiyyətcə funksiya belə yazılacaq. Baxın, Q S bərabərdir 11 çıx, üzr istəyirəm, üstəgəl, məsələn, 3P. Bax, bu olacaq bizim nə? Düz funksiya olaraq hər hansı bir təklif tənliyi ya da təklif funksiyası ya da təklif bərabərliyi. Bunu müxtəlif formalarda iqtisadi ədəbiyyatlarda görə bilərsiniz. İndi isə meyilliklə bağlı müəyyən bir ipuçları verim. Daha əvvəlki dərslərdə biz meyilliyin tərs və düz funksiyalarda dəyişmədiyini demişdik. Ancaq burada bəzi nüanslar var. O haqda mən sizə daha əvvəlki dərslərdə informasiya vermədim və mən sadəcə olaraq onun elə olduğu kimi saxlanılması olduğunu dedim. Bunun da səbəbi o idi ki, biz təklifi də işləyək ki, təklif və tələbin meyilliliklərini, əziz tələbələr, daha detallı işləyək. Bəli, əgər təklif düz də verilsə, funksiya düz də verilsə, funksiya tərs də verilsə, bizim dəyişməyən bir şeyimiz var, o da bax bu düsturumuzdur. 1/B təklifdə, görürsünüz, tələbdə orada bir mənfi var idi, çünki tələbdə meyillik mənfi olmalıydı, aşağı düşürdü əyri. Ancaq təklifdə əyri yuxarı qalxdığına görə, müsbət meyilli olduğuna görə, orada artıq olmayacaq, heç bir mənfi işarəsi olmayacaq. Və bizə funksiyanı tərs də versə, funksiyanı düz də versə, onun meyilliyi 1/B şəklində olacaq. Sadəcə orada müəyyən nüanslar var. Hansı ki, hər il tələbələr bunu çaşdırırlar, hər il tələbələr bunu məndən soruşurlar. Və mən detallı olaraq izah eləmək durumunda qalıram. İndi baxın, funksiyanın, meyilliyin tapılmasının düsturu bir riyazi qaydadır. Bu bir riyazi qaydadır. Yəni, o düstur, funksiya nə formada verilir? Verilsin, dəyişməyəcək. Dəyişən nə olacaq? Biz nə vaxt dəyişəcəyik? Yəni,
cavabı biz nə vaxt dəyişəcəyik əziz tələbələr? Biz cavabı vaxt dəyişəcəyik ki, düz funksiya versin və desin onu tərsə çevirmək lazımdır. Onda biz onu tərsə çevirəndə görəcəyik ki, P-nin ya da ki, Q-nin qarşısındakı əmsal rəqəm dəyişəcək, başqa formaya düşəcək. İndi baxın, bu necə baş verir. Əgər sizə imtahanda düşsə ki, Q bərabərdir 11 üstəgəl 7 və deyəcək ki, bu funksiyanın meyilliyini tapın. Bu funksiyanın meyilliyini tapmaq üçün demir ki, tərsinin meyilliyini tapın filan. Xeyr. Deyəcək, bu funksiyanın meyilliyini tapın. Bu vəziyyətdə meyillik bərabərdir. Sadə 7-də 1. Bax, bu 7-ni buradan götürürsünüz. Burada bir P də var da, əziz tələbələr, 7P. Bax, bu 7-ni buradan götürürsünüz, gətirib B-nin yerinə qoyursunuz. Bu qədər sadə olacaq. İndi fərz edin ki, sizə deyir ki, bunu yadda saxlayıram, bu 7-də 1 oldu. Bunu yadda saxladım. İndi fərz edin ki, sizə deyir ki, Q bərabərdir 11 üstəgəl 7P funksiyasının tərs funksiyasının meyilliyini tapın. Deməli, mən burada nə eləməliyəm əziz tələbələr? Yəni, biri var ki, başqa bir tərs funksiya versin, orada da mexanizm eyni olacaq. Amma konkret bir funksiyanın tərs funksiyasını tapmaq istəyirsə, onda siz şübhəsiz ki, onu tərs funksiyaya çevirməlisiniz. Buradan yazmağa başlayaq. 7P nəyə bərabərdir? 7P bərabərdir, tərs funksiyaya çevirirəm. Nə olacaq? Q çıx 11, Q çıx 11. İndi baxın, P bərabərdir. 7-də 1 Q çıx 7-də 11. Düzdürmü? Hər tərəfini 7-yə böldüm. Düz yazdım, güman edirəm ki, düz yazdım. İndi baxın, görün burada nə baş verdi. Burada düz funksiyada, əziz tələbələr, P-nin qarşısındakı rəqəm nədir? 7-dir. Yaxşı, biz bunu tərsə çevirəndə Q-nun qarşısındakı nə oldu? Bunun qarşısında artıq 7-də 1 oldu. İndi bax, tərs funksiyasını çevirdim, meyilliyini tapın. Meyillik düsturu dəyişmir ki, xeyr, dəyişmir. Gətirin, bax, bu 7-də 1-i B-də qoyun yerinə. Alacaqsınızmı? 1 böl 7-də 1. Düzdürmü, əziz tələbələr? 1-i 7-də 1-ə böləndə 7 alınır, bəli, alınır. Deməli, nəymiş? Əgər funksiyanın özünü olduğu kimi verirsə və mənə deyirsə ki, bunun meyilliyini tapın, o olacaq 7-də 1, 3-də 1, 4-də 1 formatında. 1-i böləcəyik həmən rəqəmə. Yox, əgər funksiyanı mənə verirsə və deyirsə, bunun tərs funksiyasının meyilliyini tapın, ondan mən elə P-nin qabağındakı, bax, bu əmsalın özünü, 7-ni götürəcəyəm, o 7 də olacaq mənim meyilliyim. Mən güman edirəm ki, bu məsələdə kiminsə, hansısa bir tələbənin bir sıxıntısı qalmadı. Yəni, mən bunun riyazi olaraq düz funksiyanın Q bərabərdir 11 üstəgəl 7P funksiyasının riyazi olaraq tərs funksiya çevirməsini nəyə görə dedim, əziz tələbələr? Ona görə dedim ki, birdən onlar da imtahandasınız, düşüb belə bir şey, filan şeyin tərs funksiyasını tapın, birdən sizin yadınızdan çıxdı. Vay aman, müəllim necə demişdi? Düzdə 7-də 1 idi, yoxsa 7 idi. Bunu tərsinə çevirəndə 7-də 1 idi, yoxsa 7 idi. Deyə bir tərəddüd yaşasanız, onda bilin ki, müəllim nə demişdi? Sadə riyaziyyat, düz funksiya verib və deyirsə ki, onu bizim düsturumuzu bilirik, 1 böl B. Funksiyanı verib, deyib ki, onun meyilliyini tapın. Tamam, P-nin qabağındakı rəqəmi gətirdim, qoydum B-nin yerinə. Olacaq 1 böl 7. İndi mənə deyəcək ki, bunun tərs funksiyasının meyilliyini tapın. Tərs funksiyanın meyilliyini tapanda artıq. Müəllim nə demişdi? Hərin müəllim demişdi ki, funksiyanı tərsə çevirmək olar. Yəni, lazımdır. Normal qaydası, gedişatı budur. Funksiyanı tərsinə çevirəndə də görürsünüz ki, bayaq P-nin qabağında əgər 7 idisə, tərsə çevirəndə onu, həmən funksiyanın eynisini tərsə çevirəndə Q-nun qabağındakı rəqəm 7-də 1 oldu. Və mən artıq bayaq 1-i 7-yə bölüb 7-də 1 alırdımsa, indi tərs funksiyaya çevirəndə 1-i 7-də 1-ə bölməliyəm. 1-i də 7-də 1-ə böləndə cavab 7 düşür. Ona görə də düz funksiyanı tərsinə çevirib meyilliyini tapın deyirsə, 1-ə bölməyəcəyik heç nəyi. Əmsalı, elə o P-nin qabağındakı rəqəmi götürəcəksiniz, bu olacaq sizin meyilliyiniz, 7. Yox, əgər düz funksiyanı verir və deyirsə, bunu meyilliyini tapın, onda artıq 1 bölü 7. Oldu mu, əziz tələbələr? Güman edirəm ki, üzr istəyirəm, güman edirəm ki, bu məsələdə bizim heç bir problemimiz qalmadı. Meyilliklə bağlı bu qədər. İndi bu təklifdə necə olacaq? Qayda eynidir, üzr istəyirəm tələbdə. Qayda eynidir. Sadəcə olaraq meyilliyin qiyməti mənfi olacaq. Yəni, bayaq 7-də 1 idisə, tələb olsa olacaq mənfi 7-də 1. Çünki orada axı minus işarəsidir, mənfi işarəsidir. Bayaq düzü tərsə çevirəndə 7 alırdıqsa, əgər tələb funksiyasının düzünü verib tərsinə çevirməyimizi və meyilliyi tapmağımız istəsə, olacaq mənfi 7.
Yəni bu qədər sadə. İndi isə icazənizlə mən slaydı dəyişim və baxaq görək, biz bayaqdan deyirik ki, bu təklif əyrisi müsbət meyillidir. Yaxşı, bunun müsbət meyilli olmasının səbəbi nədir? İqtisadçılar tərəfindən son dərəcə önəmlə, əhəmiyyətlə araşdırılan bir məsələdir bu. İqtisadçılar fikirləşiblər ki, tələb əyrisinin mənfi meyilli olmağının 3 səbəbi var idi. Xatırlayırsınızmı? Gəlir effekti, əvəzləmə effekti, azalan son hədd faydalığı qanunu. Burada isə azalan məhsuldarlıq qanunudur. Yaxşı, siz sual verə bilərsiniz ki, ay müəllim, əgər bu məhsuldarlıq özü azalırsa, bu təklif əyrisinin artmasına, müsbət meyilli olmasına necə səbəb ola bilər? İndi biz ona bax, yüngülvari bir araşdırma aparaq. Fərz edəyəm ki, qısa müddətli dövrdə mənim üzr istəyirəm, biraz nasazım. Qısa müddətli dövrdə mənim bir sexim var. Deyəm ki, hər hansı bir əmtəə istehsalı ilə məşğul olan sexdir. Və orada istehsal edən bir texnologiya var, bir aparat var, bir maşın, avadanlıq var. Bu avadanlıqla mən bir nəfər işçi götürdüm və rahatam ki, adamın məhsuldarlığı gündəlik 10 ədəddir. Baxın, yuxarını görürsünüz. Gündəlik 10 ədəddir. Çox gözəl. İşçi gündə 10 ədəd əmtəə istehsal edir. İkinci işçini götürürəm. Yadınızda qalsın ki, biz əgər dövrlər haqqında iqtisadiyyatda danışmırıqsa, söhbət qısa müddətli dövrdən gedəcək. Yəni, biz də qısa müddətli dövrdəyik. Tutalım ki, 1 gün, 2 gün, 3 gün müddətli. İkinci işçini nəzərdə saxlamışam ki, 10 istehsal eləsin və ikinci işçi də günortaya qədər biri, günortadan da sonra biri. Biraz gücləndirilmiş rejimdə sürətli işlədilər və hərəsi gündə 10 əmtəə mənim üçün istehsal etdilər. İndi mən üçüncü işçini götürürəm. Çünki fikirləşirəm ki, üçüncü işçi də gəlsin, bir 10 ədəd də o istehsal eləsin və mənim gündəlik məhsuldarlığım artsın, olsun 30. Düzdür, mən gündə 30 əmtəə istehsal edim. Ancaq baxın nə baş verir. Qısa müddətli dövrdə üçüncü işçi də o işə qoşulanda həmən o aparatda sıxlıq yaranacaq. Bayaq günortaya qədər birinci adam, günortadan sonra ikinci adam işləyirdi. Artıq onlar iş gününü 3 yerə bölməlidirlər. 3 yerə böləndə nə baş verəcək? Tutalım ki, bu üçüncü işçinin məhsuldarlığı mənə 10 yox, olacaq 7, əziz tələbələr. Mən 30 gözləyirdim, düzdürmü? 30 gözləyirdim. Və mənim məhsuldarlığım bundan üçüncü işçiyə qədər 20 idi. Günə 20 detal, 20 əmtəə. Və bu 20-dən 27-yə qədər artdı. Bəli, məhsuldarlıq artdı. Tamam, 20-dən 27-yə qədər artıb, çox gözəl. Amma axı normalda 30-a qədər artmalıydı. Deməli, nə baş verir bəzi tələbələr? Azala-azala artma baş verir. Oldu mu? 3 işçidən mən əgər 30 əmtəyə gözləyirəmsə, onlar mənə 27 əmtəyə verirlər. Məhsuldarlıq var, sadəcə olaraq azalan tendensiya ilə artır. İndi bir dostunuz sizə dedi ki, qardaş, mənim bu qardaşım işsizdir, bəs bunu işə götür. Siz də qaldınız belə, götürdünüz adamı işə. Və nəzərdə saxlamışsınız ki, axı hər işçinin yəni sizə sərf eləyən, iqtisadi baxımdan sizin üçün sərfəli olan vəziyyət budur, əziz tələbələr. Hər işçi sizə 10 detal versin ki, əmtəə istehsal eləsin ki, sizin belə deyim, məişət üslubunda danışıram, yəni işiniz getsin. Və adam gəlib, siz gözləyirsiniz ki, adam o da 10 istehsal eləsin, ancaq orada sıxlıq yaranıb axı. Bir maşında, makinada görün neçə nəfər işləyir. Onun məhsuldarlığı olacaq 3. Və siz 5-ci əmtəni, 5-ci işçini üzr istəyirəm, işə götürsəniz ki, o da 10 istehsal eləsin, eləyə bilməyəcək. Ona artıq dəzgahda işləməyə vaxt çatmır. Görürsünüz, məhsuldarlığınız artdı, hara qədər? 5-ci işçiyə qədər. 5-ci işçidə artıq məhsuldarlıq özü də tamamilə sıfıra düşdü. Deməli, siz nə edirsiniz, əziz tələbələr? Orta müddətli dövrdə zərara doğru gedirsiniz. Uzun müddətli dövrdə də belə davam etsəniz, firmanız bağlanma nöqtəsinə gedəcək. Ona görə də mən həmişə tələbələrə deyirəm ki, əziz tələbələr, əgər hansısa bir dövlətin, hökumətin iqtisadi subyekti ya da ki, fərdi bir iqtisadi subyekt bir iqtisadi qərar veribsə, bunun arxasında duran iqtisadi səbəbləri bilmədən, araşdırmadan onları tənqid eləməyin. Fikirləşməyin ki, adama baxaya, görünə pis adamdır, ilin günümü vaxtında 20 nəfəri işsiz qoydu. Görürsünüz, burada vəziyyət dəyişir. Adam əgər, bax, siz istehsalçı olaraq bu 5 nəfərlə bu tempdə istehsalı davam elətdirsəniz, firmanız bağlanma nöqtəsinə, tənəzzülə doğru gedər. Deməli, siz nə eləməlisiniz? Siz işçilərdə müəyyən ixtisarlar eləməlisiniz. Bu, bir çox hallarda işə götürənin səhvi ucbatından baş verir. İşə götürən öz istehsalını düzgün proqnozlaşdıra bilmir. Çox istehsal edeyim deyə o həvəslə çox işçi götürür və nəticə belə olur. Bəzən isə iqtisadi şərait belə gətirir. Dünənə qədər o adam 5 nəfər işçi ilə rahat bir şəkildə işləyirdi.
Tutaq ki, 2 dənə dəzgahı var idi, məsələn. Və yaxud da olsun, 2 dənə dəzgahı vardı və işləyirdi, rahat işləyirdi və onların hər biri günə 10 əmtəyi istehsal edə bilirdi. Ancaq birdən-birə istehsal xərcləri qalxa bilər, vergilər arta bilər, subsidiyalar kəsilə bilər, müharibə baş verə bilər, müxtəlif mənfi, istehsala mənfi olan müxtəlif səbəblər ola bilər ki, məsələn, dəzgahın biri xarab ola bilər, hansı ki, qısa müddətli dövrdə o problemi aradan qaldırmaq istehsalçı üçün mümkün deyil. Bax, belə problemlər baş verə bilər ki, artıq istehsalçı görür ki, bəli, ölkədə ciddi devalvasiya oldu və istehsalın xarakteri mütləq dəyişdirilməlidir. Artıq mən 5 nəfər işçi ilə davam edə bilmərəm, çünki azalan məhsuldarlıq qanunu var. Mənim məhsuldarlığım azalır, bu gedişlə firma bağlanacaq. Məcbur olur 2 işçini, 3 işçini, 4 işçini, əziz tələbələr, ixtisar edir. Bax, bu olacaq istehsalda azalan məhsuldarlıq qanunu. İndi, baxın, mənim 5 işçim var. Onların birincisi 10 istehsal elədi, ikincisi 10 istehsal elədi, üçüncüsü 7, görsünüz, get-gedə azaldı. Bu 3, bu 0. Məhsuldarlığım azala-azala artır, lakin mənim xərclərim azalır, xeyr. Bir işçiyə A qədər əmək haqqı verirəmsə, ikinci işçi gələndə mənim əmək haqqına çıxan xərcim 2A olur. Çünki 2 nəfər əmək haqqı verirəm. Üçüncüyə 3A, dördüncüyə 4A, beşinciyə 5A. Üstəlik, daha doğrusu 5-ci gələndə, 5-ci işçi gələndə ümumi əmək haqqı xərcim 5A olur və s. Yəni, işçi başına əmək haqqım artırmı? Bəli, artır. İndi, bu işçinin istehsal etdiyi 10 əmtəyə mənim müəyyən xərcim çıxdı. O birisinin istehsal etdiyi 10 əmtəyə bir o qədər xərcim çıxdı. Bu birisi, üçüncü işçinin istehsal etdiyi 7 əmtəyə başına mənim xərcim artıq çıxırmı, əziz tələbələr? Görürsünüz, burada istehsalçı mövzusunda bunu görəcəksiniz. Marjinal gəlir və marjinal xərc prinsipi var. Belə vəziyyətdə məişət üslubundan deyirəm, asları üzündən baha gəlir. Nə baş verir? Adam buna, məsələn, baxın, bu 21-ci əmtəyə deyirəm də, 20 əmtəyədə problem yoxdur. Hər şey qaydasında gedir. 21-ci əmtəyəni axı 3-cü işçi istehsal edir və onun məhsuldarlığı azalıb axı. Deməli, mənə bu əmtəyə başa gəlirdirsə 1 manata, 21-ci əmtəyə mənə başa gələcək 1 manat 20 qəpiyə. Nə oldu? Mənim xərcim artdı. 22-ci başa gələcək 1 manat 30 qəpiyə. 23-cü 1 manat 40 qəpiyə. Görürsünüz, azalan məhsuldarlıq qanununun işlədiyi yerdə əmtəyə istehsalı başına düşən xərc artır. Yaxşı, bu əmtəyə mənə 1.20-yə başa gəldisə, mən o xərcdəki itirdiyim 20 qəpiyi batmamaq üçün bu əmtənin qiymətinə əlavə etmərəmmi? Bəli, edərəm. Deməli, nə baş verdi? İstehsalçı azalan məhsuldarlıq qanununa uyğun olaraq hər əmtəyə vahidinin istehsalına görə, xərci artdığına görə, hər əmtəyə vahidindən sonra öz qiymətini qaldırmağa məcbur oldu. Gördünüzmü, əziz tələbələr? Burada əmtənin qiymətinin qalxması ilə əmtənin miqdarının artması arasında bir düz mütənasiblik oldu mu? Bəli, oldu. Bu bizə vermir təklif qanununu. Bu bizə təklif qanununu verir. Bax, beləliklə, təklif əyrisinin müsbət meyilli olmasının bir nömrəli ən önəmli səbəbi azalan məhsuldarlıq qanununun var olduğu vəziyyətdir. Hansı ki, azalan məhsuldarlıq qanunu o mexanizm olaraq işlədikcə, hər əmtəyə vahidi başına, təkrar edirəm, əmtəyə vahidi başına xərclər artdığına görə, əmtəyə vahidi başına, əmtəyə 3 olanda qiymət artır, 4 olanda yenə qiymət artır. Görürsünüz, miqdar artdıqca adam məcbur olur o xərclər onu batırmasın deyə, miqdar artdıqca əmtənin istehsalın qiymətini müəyyən qədər artırmağa. Oradakı itkini burada kompensasiya edir. Güman edirəm ki, sizə tam aydın oldu. Bu azalan məhsuldarlıq qanununu istehsalçı nəzəriyyəsində biz çox detallı bir şəkildə sizlə inşallah açıb masanın üzərinə sərəcəyik. Beləliklə, icazə verirsinizsə, əziz tələbələr, mən keçim. Burada isə, baxın, burada mən pauza edib oxuya bilərsiniz. Yazmışam, istehsalçının xərcləri hər məhsul vahidində daha çox olduğuna görə istehsalçı istehsal miqdarı artdıqca qiyməti qaldırmağa məcbur olur. Bu da yaradır təklif qanununu, o da yaradır təklif əyrisinin müsbət meyilli olmasını. İndi baxaq görək təklifin miqdarı nə deməkdir? Təklifin həcmi ya da təklifin özü nə deməkdir? Təklifin miqdarı deyəndə istehsalçının qiymətin eyni tələbdəki kimidir. Qiymətin dəyişməsinə uyğun olaraq təklif etdiyi miqdarı dəyişməlidir. Qiymət 1 manat idi, əziz tələbələr, mən bundan 3 ədəd satmağa razı idim. Qiymət 4 manata qalxdı, mən bundan 7 ədəd satmağa razıyam. Görürsünüz, burada sadəcə olaraq nə dəyişdi? Qiymət dəyişdi. Başqa hər şey sabit qaldı mı? Bəli, qaldı. Baxın, bir çox kitablarda
bir çox kitablarda, bir çox iqtisadiyyat müəllimləri tərəfindən belə təklif həcmi ilə təklif miqdarı eyniləşdirilir. Qarışdırmayın, olmaz əziz tələbələr, onlar tam başqa anlayışlardır. Təklif miqdarı dedikdə, təklif edilən konkret əmtənin miqdarı, sayı başa düşülür. Ancaq təklif həcmi dedikdə, oradan qiymətdən başqa digər determinantlar da meydana gəlməlidir. Yəni, təklif, bəyən, təkcə qiymətdən asılıdır. Real bazarda belə bir şey ola bilərmi ki, qiymət dəyişsin, qalan hər şey sabit qalsın? Olmaz. Qiymət dəyişdi, dəyişmədi, fərqi yoxdur. Daimi olaraq vergilər dəyişir, subsidiyalar dəyişir, əmtəyə olan tələb həcmi dəyişir, resursların qiymətləri dəyişir. Bunların sabit qalmağı labüd deyil. Və təklif o vaxtı tam həcm olaraq təklif olur ki, bunların hamısı ilə bir yerdə olsun. İndi burada təkcə qiymət dəyişir. Qalan hamısı sabitdirsə, mən buna necə həcm deyə bilərəm? Olmaz. Bu təklif miqdarıdır. Oldu mu əziz tələbələr? Qısaca təkrar edirəm. Təklifin miqdarı o deməkdir ki, təklif sadəcə olaraq qiymətdən asılıdır. Başqa bütün determinantlar sabitdir. Amma qiymətdən başqa, qiymət artsın, azalsın ya sabit qalsın, önəmli deyil. Qiymətdən başqa ehtiyatların qiyməti, vergilər, hər hansı bir digər determinant cüzi də olsa dəyişsə, artıq ona biz təklif həcmi deyə bilərik. Bu zaman nə olacaq? Təklifin özü ya da təklifin həcmi artıq dəyişəcək. Baxın, növbəti slaydda daha detallı görəcəksiniz. Təklif miqdarının dəyişməsi dedikdə, hər hansı bir əmtənin istehsalçı ya da satıcı tərəfindən təklif edilən miqdarının artması və yaxud azalması başa düşülür. Digər amillərin sabit qaldığı bir şəraitdə, görürsünüz, vurğulamışam. Əmtənin qiymətinin artması ona olan təklif miqdarını artırar, azalması isə ona olan təklif miqdarını azaldar. Bax, bu olacaq nə əziz tələbələr? Təklifin miqdarı. Baxın, görün təklif miqdarının dəyişməsi zamanı nələr baş verir? Eyni ilə tələbdəki kimidir. Bax, bir də göstərirəm. Bunu bayaqdan bir neçə dəfə görmüşük biz. Əmtənin qiyməti, satış qiyməti, rəngi dəyişin. Rəngi dərhal qırmızı edeyim ki, biz rahat görək. Əmtənin əziz tələbələr satış qiyməti 5 manat olanda mən ondan 0 qədər satıram. İstəmirəm. Baxın, A nöqtəsindəyəm. Əmtənin qiyməti 30 manat olanda mən nə baş verdi? Mən F nöqtəsinə sürüşdüm, düzdürmü? Və istehsal miqdarımı 0-dan 5-ə qədər artırdım. Əmtənin qiyməti sabah 30 manatdan 20 manata düşərsə, nə baş verdi? Mən F nöqtəsindən D nöqtəsinə sürüşdüm və öz istehsal miqdarını 5-dən 3-ə qədər azaltdım. Görürsünüz, əziz tələbələr, burada bir Z nöqtəsi var. Burada bir M nöqtəsi var. İstehsalçı o nöqtələrin hər birini hansısa birinə keçirmi? Keçmir. Niyə keçmir? Ona görə ki, burada təklif dəyişmir. Təklifin həcmi də dəyişmir. Sadəcə olaraq təklif edilən miqdar dəyişir. Niyə? Çünki təkcə qiymət dəyişir. Başqa bütün determinantlar sabit qalır. Deməli, təklifin miqdarının dəyişməsi yalnız qiymətin dəyişməsi ilə baş verir və bütün determinantlar sabit qalır. Bu zaman təklif əyrisi sağa-sola öz yerini dəyişmir və istehsalçı sadəcə əyri üzərindəki A-dan D-yə, D-dən F-ə, F-dən C-yə və s. əyri üzərindəki nöqtələrdə öz mövqeyini dəyişir əziz tələbələr. Təklifin özünün ya da təklifin həcm olaraq dəyişməsi nədir? Bir daha təkrar edirəm. Qiymətdən başqa hansısa bir determinantın təsiri ilə baş verir. Bu zaman qiymət sabit də qala bilər, arta da bilər, azala da və yaxud üzr istəyirəm, hər hansı formada qiymət dəyişə bilər. Bunun bizə heç bir aidiyyatı, heç bir önəmi yoxdur. Təklifin həcmi dəyişir deyəndə qiymət heç bir rol oynamır. Qiymət heç vaxt təklifin həcmini dəyişdirən amil ola bilməz. Təklifin özünü dəyişdirən, əyrini sağa-sola sürüşdürən amil ola bilməz. Qiymət dəyişib, çox gözəl, dəyişsin. Onda nə olur? Əyri sabit qalır, istehsalçı əyrinin üzərindəki nöqtələrdə hərəkət edir. Amma qiyməti biz atdıq qırağa. Hər hansı bir başqa determinant dəyişəndə nə olur? Şəkildəki kimi. Əyri sağa sürüşür, sola sürüşür və yaxud yuxarı aşağı hansısa səbəbdən sürüşə bilər əziz tələbələr. Bu baxımdan həmən o qeyri-qiymət amillərini, ehtiyat qiyməti, vergi, subsidiya və s. və ilaxır. Bunlara biz nə deyirik? Bunlara biz təklif əyrisini sürüşdürən amillər deyirik əziz tələbələr. İndi baxın, fərz eləyirəm ki, baxın, əsas təklif əyrimiz S1-dir. Mən qiymət 25 manat olanda, əziz tələbələr, Y nöqtəsində qərarlaşırdım və o əmtədən 4 dənə istehsal edirdim. Qiymət indi 15 manata düşəndə mən əlbəttə ki, xəttdən çıxmayacam, düzdürmü? Sadəcə olaraq, bax, qiymət 15 manat olanda mən sadəcə C nöqtəsinə sürüşəcəm və istehsalımı azaldacam. Qiymət 30 manata qalxanda mən sadəcə olaraq F-ə sürüşəcəm və istehsalımı artıracam ya da satışımı artıracam. Görürsünüz, təkcə qiymət dəyişir. Başqa heç nədən danışmıram ki. Xeyr, danışmıram. Amma indi danışacam.
İndi təsəvvür edin ki, qiymət sabit qaldı ya dəyişdi, önəmli deyil. Dövlət vergiləri azaltdı. Dövlətin vergiləri azaltmağı mənim təklifimə müsbət təsir edirmi? Bəli, edir. Dövlət vergiləri azaldanda görün nə oldu? Mən daha az vergi ödəyirəm. Deməli, daha çox əmtəə istehsal edə bilərəm. Yenə də qiymətin 25 manat olduğu vəziyyətdə mən artıq əmtəə istehsalımı 7-yə qədər artırıram. Hətta 7,5-a qədər artırıram. Bax, bu nöqtəyə gəldim, çıxdım. Deməli, mən, bax, buradakı Z nöqtəsinə sürüşmüş olmadım məziz tələbələr. Bəli, sürüşmüş oldum. Gördünüz, təklif əyrisi sağa sürüşdü. Deməli, nə baş verir? Bir daha təkrar edirik, əziz tələbələr. Nə baş verir? Əgər təkcə qiymət dəyişirsə, baxın, burada göstərmişəm. Təklif miqdarının dəyişməsi. Sadəcə qiymət dəyişir. Başqa amillər sabit qalır. Təklif əyrisi öz yerini dəyişməz. Biz aşağı-yuxarı hərəkət edərik. İstehsalçı əyri üzərində hər hansı bir nöqtədən başqa bir nöqtəyə keçir. Təklifin özünün dəyişməsi, komple, onların hamısının bir yerdə dəyişməsinə baş verir. Qiymətdən başqa hər hansı bir amilin dəyişməsi həyata keçir orada. Qiymət adətən sabit qalır, lakin arta da bilər, dəyişə də bilər. Və təklif əyrisi özünüz gördünüz, öz yerini dəyişdi. Bax, gördünüz məziz tələbələr, biz qiymət haqda danışanda heç bir əyridə hərəkətlənmə olmadı. Biz aşağı-yuxarı getdik. Ancaq ora cüzi vergilərin azalmasını əlavə edən kimi əyri nə oldu? Sağa sürüşdü. Bax, bu təklifin dəyişməsi ilə təklif miqdarının dəyişməsi deməkdir. İndi isə təklifin determinantlarının təklif həcminin dəyişməsinə necə təsir edəcəyini və təklif əyrisinin öz yerini necə dəyişəcəyini araşdıraq, əziz tələbələr. Bunları biz artıq bilirik və bunları şifahi olaraq da deyirik. Heç baxın, baxmırıq oraya, slayda baxmırıq. Ehtiyatların qiyməti. Mən demişəm ki, müəllim demişdi ki, tələbələr, ehtiyatların qiyməti azalanda təklif artar. Artarsa deməli olar, sağa sürüşər. Ehtiyatların qiyməti artarsa təklif azalar. Azalarsa nə olar? Sola sürüşər. Vergilər haqqında. Vergilər dəyişdikcə, keçirəm vergilərə. Texnologiya deyək, yaxşı. Texnologiya gəldi slaydımız üzrə. Texnologiya nə qədər qabaqcıl olsa, təklifim o qədər çox olar. Düzdür? Artıq olar. Beləliklə nə olacaq əziz tələbələr? Təklif əyrisi sağa sürüşəcək. Texnologiyam nə qədər geri olsa, təklifim o qədər aşağı olar. Beləliklə təklif əyrisi sola sürüşər. Vergilər artdıqca əmtənin təklifi azalar. Baxın, bax, burada göstərirəm. Təklif əyrim budur, hə? Vergilər artdıqca əmtənin təklifi azalar. Deməli, təklif əyrisi sola sürüşər. Yox, vergilər azaldıqca əmtənin təklifi artar. Beləliklə, təklif əyrisi sağa sürüşər. Oldu mu, əziz tələbələr? Subsidiyalar artdıqca cari əmtənin, baxın, bu mənim təklif əyrimdir. Subsidiyalar artdıqca cari əmtənin təklifi artar. Beləliklə, əyri bura sürüşər. Subsidiyalar azaldıqca əmtə təklifi azalar. Beləliklə, əyri sola sürüşər. Bu zaman subsidiyaların artması faizi ilə, baxın, buradakı artım faizi ilə, buradakı artım faizi arasında nisbət eyni olsa, meyillik dəyişməz. Yox, nisbət dəyişdiyinə görə, məsəl üçün, tutalım ki, təklif əyrisi budur. Baxın, qələmə baxın. Təklif əyrisi budur. Burada qiymətdə, üzr istəyirəm, ehtiyatların qiymətində dəyişmə çox baş verdi. Ancaq digərində miqdarda az baş verdi. Onda deməli, bu, məsəl üçün, bunun yuxarı tərəfi çox sürüşəcək. Məsəl üçün, sola sürüşür. Çox sürüşəcək. Aşağı tərəfi isə az sürüşəcək. Beləliklə, görürsünüz, meyilliyi dəyişəcək. Davam edirəm. Təklifin tərs funksiyası. Təklifin tərs funksiyası bu bir təkrar mövzudur. Biz bu haqda bayaq təklifdə danışdıq. Sadəcə olaraq yadımıza salırıq. Nə məsələymiş, əziz tələbələr? Qiymət dəyişdiyinə görə təklif miqdarı dəyişirmişsə, bu düz funksiyadır. Yox, təklif miqdarı dəyişdiyinə görə mən qiymətimi əl gəzdirirəmsə, bu tərs funksiyadır. Təklifin düz funksiyası olacaq bu formada. Q bərabərdir. Məsələn, 11 üstə gəl 2P. Təklifin tərs funksiyası olacaq. P bərabərdir. Məsələn, 17 üstə gəl 4Q. Bax, bu da onun tərs funksiyasıdır. Qrafikal olaraq bu necə dəyişir? Düz funksiyada qiymət yuxarıda olur, şaquli oxda, miqdar üfüqi oxda. Tərs funksiyada miqdar şaquli oxda olur, qiymət üfüqi oxda olur. Bax, bu da bizim tərs və düz funksiyaların təsiri. Baxın, əziz tələbələr. Təklifdir, düzdürmü? Mənim P-ni bura, Q-ni isə bura keçirtməyim üçün nə baş verməlidir? Mahiyyətcə məntiqi olaraq, bax, bu güzgü əksi kimi o bir dəyişməlidir də, bu bir tərəfə dəyişməlidir.
O biri tərəfə dəyişəndə nə olacaq? Əlbəttə ki, əyrinin forması da dəyişəcək. Əyrinin forması əgər mənfidirsə müsbət olacaq, müsbətdirsə mənfi olacaq. Baxın, artıq tərs funksiyada bu əyri bu formada olacaq. Və yaxud bu formada, və yaxud hansısa bir başqa formada. Əyrinin forması da dəyişəcək. Bunlar artıq riyazi məsələlərdir. Bu, son da çox da sizə önəmli deyil. Əsas odur ki, bilin ki, əgər miqdar qiymətdən asılıdırsa düz funksiyadır, qiymət miqdardan asılıdırsa, əziz tələbələr, tərs funksiyadır. İndi biz biraz testlər üzrə işləyək. Burada bir 3-4 dənə test var. Bunların ətrafında biraz müzakirə aparaq. Təklif qanunu hansı variantda düzgün göstərilmişdir? Təklif qanunu nə imiş? Əmtənin qiyməti artdıqca onun təklif edilən miqdarı artırmı? Bəli. Deməli cavab olacaq, əmtənin qiyməti artdıqca onun təklif miqdarı artır. Y variantı. Növbəti testdə. Bunlardan hansı təklifin azalmasına səbəb olar? Aha, təklifin azalması. Təklifin azalması deyəndə nə başa düşürəm mən? Baxın, bu təklifdir. Şübhə. Əziz tələbələr, təklifin azalması deyəndə mən nə başa düşürəm? Bax, bu formada sual düşür və ora yazır əmtənin qiymətinin artması və yaxud əmtənin qiymətinin azalması da yaza bilərdi. Siz o dəqiqə narahatçılığa düşər olursunuz. Düzdürmü? Fikirləşirsiniz ki, məsələn, orada olsaydı əmtənin qiymətinin azalması deyəcəksiniz, bəli, qiymət azalanda təklif azalır. Ancaq əziz tələbələr, qiymət azalanda təklif azalmır. Qiymət azalanda təklifin miqdarı azalır. Deməli, qiymət buradadırsa əgər, mən bu qədər istehsal edirəm, təklif edirəmsə, qiymət azalıb bura düşəndə mən miqdarımı azaldacağım. Təklifin azalması isə bax bu deməkdir. Əyrinin sola sürüşməsi. Oradakı vəziyyətlərdə əyrinin sola sürüşməsi hansı halda ola bilər? Resurs qiymətlərinin bahalaşması halında ola bilər. Deməli, nə imiş? Cavab B variantı imiş. Resurs qiymətləri bahalaşarsa, siz təklifinizi sola sürüşdürəcəksiniz. Yəni ki, təklifinizi azaldacaqsınız. Təklif funksiyasının meyilliyini tapın. Son dərəcə rahat bir şey. Meyilliyin düsturu nə idi? 1/B deyildirmi? Bəli. B, P-nin qarşısındakı əmsaldırmı? Bəli. Gətirin, qoyun B-nin yerinə. Olacaq 4/1. Artıq 1-i də 4-ə özünüz bölün. Görün nə düşür. Təklif əyrisinin müsbət meyilli olmasının səbəbi aşağıdakılardan hansıdır? Hansıymış təklif əyrisi? Niyə təklif əyrisi müsbət imiş? Ona görə ki, orada bir azalan məhsuldarlıq qanunu fəaliyyət göstərmiş istehsal prosesində və azalan məhsuldarlıq qanunu istehsalçının hər əmtə vahidində xərclərini artırdığına görə, hər əmtə vahidinə görə istehsalçı da əmtə qiymətlərini məcbur artıq qoyurmuş. Beləliklə, qiymət və miqdar arasında hər ikisi artar, hər ikisi azalar prinsipi baş verir və buna biz deyirik təklif qanunu. Və bu da təklif əyrisinin müsbət meyilli olmasına səbəbdir. Təklif əyrisini sola sürüşdürməyən amili seçin. Təklif əyrisi. Sola sürüşdü. Buna nələr səbəb ola bilər? Heç variantlara baxmıram. Səbəb ola bilər. Ola bilərlərdən danışıram. Vergilər azala bilər. Xeyr. Amma vergilər arta bilər. Vergilər artsa, əyri sola sürüşəcək. Subsidiyalar azalsa, əyri sola sürüşəcək. Resurs qiymətləri bahalaşsa, əyri sola sürüşəcək. İndi baxın, vergilər artdı. Əyri sola sürüşdümü? Bəli. Məndən isə soruşur, üzr istəyirəm, əziz tələbələr, məndən soruşur, sürüşdürməyən, sürüşdürən yox. Vergilərin artması əyrini sola sürüşdürər. Subsidiyaların azalması əyrini sola sürüşdürər. Resursların bahalaşması əyrini sola sürüşdürər. Bəs qiymətlərin azalması əyrinin hərəkətinə təsir edərmi, əziz tələbələr? Etməz. Qiymət azalanda biz bu nöqtədən bu nöqtəyə keçərik sadəcə olaraq. Qiymət buradaydı. Bu qədər istehsal edirdim, bəli. İndi qiymət azaldı, istehsalımı azaltdım. Əyrim sola sürüşmədi ki, sürüşmədi. Bax, beləliklə imtahanda əsas tələbələrin çaşdığı məqamlardan ən öndə gedəni odur ki, orada əyrinin yerini dəyişir qrafikdə və yaxud nəzəri olaraq sual verir və elə birinci, ikinci variantlarda da qoyur ki, əmtənin qiyməti artıb azalır. Tələbə də dərhal fikirləşir ki, bəli, müəllim demişdi ki, tələb qanunu var. Əmtənin qiyməti artanda təklif artmalıdır. Deməli, bu sağa sürüşməlidir. Qətiyyən olmaz, əziz tələbələr. Əmtənin qiyməti artsın, lap artsın. Baxın, bunu da sizə göstərim ki, ürəyim rahat olsun. Bunu sizə hökmən göstərim ki, ürəyim rahat olsun. Baxın, bu belə bir şeydir. Əyri sürüşüb sola.
istehsalçı əvvəl A nöqtəsində idi, indi B nöqtəsini sürüşüb. Və deyir ki, istehsalçının A-dan B-yə keçməsinə nə səbəb ola bilər? A variantı, qiymətlərin artması. Baxıram ki, A variantın A nöqtəsində qiymət məsələn 5 idisə, B nöqtəsində qiymətə nə olub əziz tələbələr? 9-a kimi artıb. Hə, görürəm düz deyir də, bəli, qiymət artıb da 5-dən 9-a qədər. Seçdim A variantını. Sonra gəldim, müəllim məni danlayacaq ki, bəs mən neçə dəfə dedim ki, qiymət artsın, azalsın, önəmi yoxdur. Bizə əyrini sağa sürüşməyinə səbəb olan bir şey lazımdır. Qiymət nə qədər artsa da, əyrini sağa sürüşdürməz. Qiymət artdıqca, bax, istehsalçı bu nöqtədən, əziz tələbələr, bax, bu nöqtəyə keçər. Amma əyri boyunca hərəkət edir, amma sağa sola sürüşməz. Deməli, əgər bu sağa sürüşübsə, hətta qiymət artıbsa belə, o qiymət artması ona görə sağa sürüşmür ki, qiymət artıb. Qiymətdən başqa da nəsə dəyişib ki, o sağa sürüşür. Oldu mu? Vergilər azalıb. Azala bilər? Bəli, azala bilər. Subsidiyalar arta bilər? Bəli, arta bilər. Resurs qiymətləri azala bilər? Bəli, o da azala bilər. Deməli, əziz tələbələr, nə imiş? Deməli, qaydaq. Deməli, əziz tələbələr, nə imiş? Əyrini sola sürüşdürməyən burada amil qiymətin azalması imiş. Çünki, bəli, qiymət heç vaxt əyrinin hərəkətlənməsinə təsir edə bilməz. Bax, beləliklə, əziz tələbələrim mənim, real və virtual tələbələrim, beləliklə biz təklif mövzusunu yekunlaşdırdıq. Görürsünüz, təqribən 1 saata yekunlaşdırdıq. Ancaq biz nə eləmişdik, əziz tələbələr? Tələb mövzusunu 2 mövzu ayırmışdıq. 2 dərs, slayd ayırmışdıq, video dərs. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, müəllim düz deyirmiş. Siz əgər tələbi yaxşı mənimsəyənmiş olsanız, təklif müəllim üçün də izah eləmək rahat olur. Tələbə üçün də götürmək rahat olur. Mən əmin olmaq istəyirəm ki, sizin heç birinizdə təkliflə bağlı zərrə qədər sual qalmadı. Və əgər qalmadısa, bu mənim üçün çox sevindiricidir. Bacardığınızca test işləyin, tələbələr. Həmişə tələbələr məndən soruşur ki, müəllim, nə tövsiyə edirsiniz bizə, nə eləyək, necə işləyək? Bəli, test qıtlığı var, bu hər il olur. Material qıtlığı ola bilsin, var, hansı ki, kompakt material qıtlığı. Video dərslərlə çox kontaktda olun, çox məşğul olun. Bacardıqca test işləyin. Başqa müəllimlərin konspektləri əlinizə keçəndə ondan maksimum faydalanmağa çalışın. Çünki onlar dəyərli insanlardır və hazırladıqları konspektlər də çox faydalıdır. Ondan maksimum faydalanmağa çalışın. Kursların və digər iqtisadiyyatla bağlı digər institutların keçirəcəyi və yaxud fərdi şəxslərin keçirəcəyi sınaqlarda bacardıqca iştirak edin. Facebookdakı müxtəlif iqtisadiyyat qruplarında çoxlu suallar paylaşılır. O suallardan faydalanın, lakin planı, mexanizmi pozmayın, əziz tələbələr. Əgər siz hal-hazırda tutalım ki, real ümumi daxili məhsul, nominal ümumi daxili məhsul haqqında bir material oxumamısınızsa və yaxud mən onun videosunu hazırlayıbsa təqdim eləməmişəm, siz bundan xəbərsizsizsə, onda onunla bağlı olan bir test olanda ona girişib, eləyə bilməyib, özünüzü həvəsdən salmayın, demotivasiya etməyin, əziz tələbələr. Mövzunu tapın. Dediyim ki, müəllimlərin konspektləri, kitablar, mövzunu tapın, oxuyun, yaxşı mənimsiyin və ancaq öyrəndiyiniz mövzuların testləri ilə məşğul olun. Özünüzə plan ayırın, gündəlik oxuma saatınız, test etmə saatınız, video dərsi baxma saatınız olsun. Mən əminəm ki, bunu hər dərsin sonunda sizə deyirəm. Demək olar ki, əziyyət yerdə qalmır. Mən hələ görməmişəm ki, həvəslə çalışan, əziyyətlə çalışan bir tələbə getsin imtahanda kəsilsin. 6-cı ilimdə artıq mən tələbə hazırlaşdırıram. Bu vaxta kimi heç vaxt əzmkar tələbənin kəsildiyini görməmişim. Bunu əminliklə deyirəm sizə. Əgər kimsə bu dərsə can qoyursa, gecə-gündüz çalışır, bütün bacar əlindən gələn hər şeyi eləyirsə, gedib kəsilirsə, onda gəlib mənə deyirsiniz ki, müəllim, siz bizi anlatdınız. Oldu, əziz tələbələr. Hamınızı sevirəm sizləri və ümid edirəm ki, dediyim kimi, heç birinizin əziyyətiniz yerdə qalmayacaq. Beləliklə, dərsimizi yekunlaşdırıram. Bundan sonra biz tələb və təklifi qarşılıqlı analiz edəcəyik. Orada bir bazar tarazlığı meydana gələcək. Bax belə. İndi mən sizə yekunda ora 1-2 dənə sual yazacağım, əziz tələbələr. Və siz videonun altında, ray bölməsində öz cavablarınızı yazın. Məsələn, sual 1. Sual 1. QD bərabərdir 11 çıx 3 P. Funksiyanın tərs funksiyasının meyilliyini tapın və ora qeyd edin. Sual 2. Tələbin miqdarına
Ümumiyyətlə, tələb həcmi. Bax, yazıram. Tələbə. Tələbə. Təsir edən amilləri qeyd edin. Tələbə təsir edən amilləri qeyd edin. Yəni, tələbin konkret miqdarını artıran, tələbin miqdarını azaldan amilləri ayrıca yazın. Tələbi ümumiyyətlə artıran və tələbi ümumiyyətlə azaldan amilləri də ayrıca yazın. Bax, bu 2 dənə sualın cavabını da sizdən gözləyirəm, əziz tələbələr. Yorumlarınızı hökmən oxuyacağım. Özünüz görürsünüz ki, mən bacardıqca çalışıram ki, tələbələrin müraciətlərini cavab verim. Yorumlarınızı hökmən oxuyacağım. Özünüzə yaxşı baxın. Allaha əmanət olun, əziz tələbələr. Görüşərik.